Təlimçimiz Dürdanə Zəkəriyeva, mövzumuz isə ofis proqramlarının iş həyatında roludur. Sizdən xahişim odur ki, zəhmət olmasa səslərə riayət edək, təlimçiyə maneçilik törətməyək. Nə sualınız olarsa da chat bölməsində yaza bilərsiniz. Dürdanə xanım, burdasınız? Salam, axşamınız xeyir, bəli. Mən sözü verim sizə, başlayaq. Bəli, buyurun. Salam yoldaşlar, axşamınız xeyir olsun. Bugün bizim seminarımızın mövzusu deməli ofis proqramlarının iş həyatında roludur. İlk öncə Lalə xanım təqdim elədi, mən özüm də təqdim eləyim. Zəkəriyeva Dürdanə, ofis proqramları üzrə mütəxəssisəm, eyni zamanda beynəlxalq sertifikatlı Excel ekspertiyəm. Deməli, bildiyimiz kimi ofis proqramları bu gün bizim həyatımızda əvəz edilməzdir. Yəni belə deyək, siz bu gün ofis proqramları olmadan ümumiyyətlə hər hansısa bir çox sahədə iş görə bilməzsiniz. Yəni istər təhsil olsun, istər biznes olsun, istərsə də özəl dövlət müəssisələrində gündəlik işlərin əsasını təşkil edir ofis proqramları. Ofis proqramları hansılardır? Ofis proqramları əsasən belə deyim, Word-dür, Excel-dir, PowerPoint-dir, Outlook-dur və sair. Ümumiyyətlə ofis proqramları əslində çoxdur. Sadəcə bizim iş həyatında, təhsil həyatında bizə ən önəmli olanı, yəni bizim üçün ən çox istifadə olunan Word, Excel, PowerPoint və Outlook proqramlardır. İndi mən sizə danışmaq istəyirəm nəyi? Ofis proqramlarını siz nə üçün bilməlisiniz? Çünki ofis proqramları hər yerdə istifadə olunur. Yəni bütün şirkətlərdə bu proqramlar lazımdır. Həmçinin də siz məsələn iş həyatına hazırlaşmaq istəyirsinizsə və yaxud da hər hansısa bir iş yerində işləmək istəyirsinizsə, ora bildiyimiz kimi CV atırıq və CV atan zaman da orada siz ofis proqramlarını biliklərinizi mütləq şəkildə qeyd etməlisiniz və ümumiyyətlə hal-hazırda bizdə bildiyiniz kimi müəssisələrdə bir vakansiya paylaşılanda orada əvəz edilməz şəkildə, yəni həmişə yazılır ki, siz ofis proqramlarını bilməlisiniz. Ona görə də yəni ofis proqramlarını bu gün bilmək çox vacibdir. Məlumatların avtomatlaşdırılması, idarə olunması, vaxta qənaət etməyiniz, səmərəlilik baxımından ofis proqramları sizə işinizi asanlaşdırmağa imkan verir. Həmçinin də siz iş müsahibələrində peşəkar görünməyiniz üçün bunu daha yaxşı bilməlisiniz. Belə deyim, PowerPoint ilə siz vizual təqdimatlar hazırlayırsınız, Word proqramında məktublar yazırsınız və yaxud da sənədlərin redaktə olunmasında istifadə edirsiniz. Bu da sizin rəhbərliklə, komanda ilə düzgün ünsiyyətinizi qurulmasına səbəb olur və bildiyimiz kimi iş vakansiyalarına müraciət etmək üçün bunları mütləq şəkildə bilmək lazımdır. Ən vacib ofis proqramları hansılardır? Ən vacib ofis proqramları Excel, Word və PowerPoint-dir. Belə deyim, Outlook da var, amma ən əsas bizə bunlar lazımdır. Outlook proqramı isə e-maillərlə, korporativ e-maillər olur, onlarla işləmək üçün sizin lazımdır. Gəlin biz danışaq Word proqramı haqqında. Ümumiyyətlə Word proqramı nədir? Word proqramı ümumiyyətlə mətn redaktoru olan proqramdır və o ofis işlərində daha çox istifadə olunur. Siz Word proqramında sənədləri redaktə edirsiniz, çap edirsiniz, məlumatlarınızı belə deyək də daha yaxşı şəkildə orada idarə edə bilərsiniz və bundan əlavə bütün rəsmi məktublar, yazışmalar hamısı bildiyimiz kimi iş yerlərində Word proqramının üzərindən aparılır. Yəni məsəl üçün günümüzdə ərizə yazmaq artıq bilirsiniz də elektron qaydada yerinə yetirilir. Word proqramının əsas məqsədi də elə bunlardan ibarətdir. Həmçinin cədvəllər də yaratmaq olur, PDF formatına sənədi çevirmək də olur və belə deyim, cədvəl yaratmaq təkcə Excel proqramına aid deyil, Word-də də cədvəl yaratmaq olur. Sadəcə bildiyimiz kimi Excel proqramı bundan bu xüsusiyyətinə görə daha üstün olduğu üçün əsasən cədvəlləri əksər vaxtlarda, yəni daha çox Excel proqramında qururlar. Amma Word-də də sizdən soruşsalar ki, cədvəl qurmaq olurmu? Siz deyirsiniz ki, bəli, olur. Gəlin mən sizə Word proqramı haqqında bir neçə əsas bir şey haqqında danışım. Deməli Word proqramı dediyimiz kimi sənədlərin yazılmasıdır. Məsələn, tutaq ki, mən sizə internetdən bir məlumat götürməyi öyrədim. Məsələn, deyək ki, biz burada Azərbaycan haqqında bir məlumatı götürmək istəyirik. Burada həmin məlumatı seçirik, bildiyimiz kimi mişqa ilə və belə deyim, bircə dəqiqə gözləyin, zəhmət olmasa.
Məsələn, Azərbaycan haqqında bir məlumatı götürmək istəyirik. Bu məlumatımızı seçirik. Tutaq ki, deyək ki, bura qədər seçdik. Seçəndən sonra necə kopyalayırıq? Məlumatı kopyalamaq üçün, məlumatın üzərində dayanıb sağ düyməni vururuq, mausun sağ düyməsini. Siz mausun sağ düyməsini hazırda görmürsünüz. Bildiyimiz, yəni mişqadır əslində. Burdan copy-ni vura bilərsiniz və yaxud da qısa yolu Ctrl+C düyməsidir. Ctrl+C-ni vurursunuz, kopyalayırsınız. Sonra gəlirsiniz Word proqramına necə yapışdıra bilərsiniz həmin məlumatı. Paste sözü var burada. Paste-in üzərinə də vuranda yapışdırır. Və yaxud da qısa yolu nədir? Qısa yolu Ctrl+V düyməsidir. Ctrl+V-ni də vurduqda siz həmin məlumatı kopyalayıb yapışdıra bilərsiniz. Bir də belə deyim, bizdə burada məlumat var gördüyünüz kimi. Siz məsəl üçün, sənəddə bütün məlumatları seçib silmək istəyirsiniz. Sizin sənədinizdə deyək ki, vərəqlərin sayı çoxdur. Siz onu durub məsəl üçün bir var belə neçə saata seçəsiz. Bir də var ki, bütün məlumatları seçməyin qısa yolu var. Bu hansı düymədir? Ctrl+A. Ctrl+A düyməsi vasitəsilə siz bütün məlumatları bir anda seçə bilərsiniz. Silmək üçün hansı düymədən istifadə olunur? Silmək üçün isə backspace düyməsini vurub silə bilərsiniz. Bu qədər. İndi, mən sizə, bir şey haqqında danışacağam. Məsələn, backspace-i vurdunuz, sildiniz, düzdür? Peşman olmusunuz, həmin məlumatı geri qaytarmaq istəyirsiniz. Bu zaman sizin köməyinizdə Ctrl+Z əməliyyatı var və yaxud da baxın, burada Word proqramında əksərən olur. Ctrl+Z undo əməliyyatıdır. Əməliyyatı geri qaytarır. Ctrl+Z-ni də vurub əməliyyatınızı geri qaytara bilərsiniz. Sonra bir də sizi, narahat eləyən əsas məqamlar nədir? Çox vaxt tələbələr məsələn sərbəst işlər hazırlayır, görürsən ki, internetdən məlumat kopyalayıb yapışdırırlar. Burada göy rəngli sözlər qalır. Bu göy rəngli sözlər əslində linklərdir. Həmin linklərin üzərinə vurduqda siz, linklərə keçid eləyə bilərsiniz. Ona uyğun məlumat açılır. Bu sizə gərək deyilsə, bunları bağlamaq istəyirsinizsə, baxın kompüterdə burada yazacağam. Deməli, var Ctrl Shift, bir də F9 düyməsi. F9 düyməsini bir yerdə vuranda siz hamısını bir anda bağlaya bilərsiniz. Baxın, mən eləyirəm hal-hazırda Ctrl+A, Ctrl+Shift, F9. Görürsünüz, bütün göy rəngli hyperlinklər, hyperlink də deyilir, link də deyilir. Hamısı bir anda təmizlənmiş olur, adi varianta çevrilir. Bu da belə. Word proqramı əslində bildiyimiz kimi çox uzun dərsdir. Sadəcə olaraq, belə deyək, bunu siz özünüz də öyrənə bilərsiniz. Bizdə sadəcə hal-hazırda seminar olduğu üçün biz sadəcə qısa konkret, danışacağıq. Yəni belə Word proqramı haqqında buydu. Sonra burada var məsələn PowerPoint proqramı. PowerPoint proqramı, əksər belə deyək, iş yerlərində istifadə olunur. Sadəcə iş yerlərində ən çox Word və belə deyək, Excel proqramıdır. PowerPoint əsasən tələbələrə lazımdır. Bir də iş həyatında, deyək ki, hardasa şirkətlərin maks 40-30% istifadə eləyir. Yəni çox, o qədər də istifadə olunmur, amma yenə də bilməlisiniz. PowerPoint-lə siz, təqdimatlar, slaydlar hazırlayırsınız. Yəni baxın, mən hal-hazırda məsələn sizin üçün, seminara görə slayd hazırlamışam. Bu slayddır. Məsələn, istəsəz bu slaydda, belə deyək, dizaynlar verə bilərsiniz, təqdimatları, daha vizual formada yarada bilərsiniz. Bu hər kəsin öz, belə deyək də, eee zövqündən asılı olan bir şeydir və, belə deyək, əsasən PowerPoint-də siz məlumatları, slayd şəklində hazırlayanda nəyə fikir verməlisiniz? Fikir verməlisiniz ki, burda yazılar çox olmasın. Yazılardan çox üstünlük təşkil etsin şəkillər, diaqramlar, belə deyim, chartlar. Yəni bir var ki, sən bir şeyi, məsələn, baxın, mən, Excel, Word, PowerPoint-i belə ayrı-ayrı yazmışam, düzdür? Bir də var, siz neyləyə bilərsiniz? Siz məsəl üçün, daxil ola bilərsiniz insert-ə, insert menüsünə. Burada, məsələn, baxın, Smart Art var. Smart Art-ı vurub, burdan məsəl üçün siz qəşəng formada onları düzəldə bilərsiniz. Məsələn, daha vizual formada, tutaq ki, bunu seçirəm, OK düyməsinə vururam. Görürsüz, maraqlı bir forma yaranır. Məsələn, siz artıq burada yaza bilərsiniz. Tutaq ki, Word, məsələn, burada yaza bilərəm, Excel, burada yaza bilərəm, məsələn, PowerPoint, tutaq ki.
Baxın, belə formada yarada bilərsiniz. Sonra burdan məsəl üçün bunun dizaynlarını, effektlərini dəyişdirə bilərsiniz. Yəni burada çox şeylər var təbii ki. Bu hardan oldu? Insert-də belə deyim, Smart Art-dan yarada bilərsiniz. Yəni bunu nə üçün dedim? Təbii ki, burada əsas danışılan şeylər çoxdur. Sadəcə olaraq siz məsələn sabah bir gün hər hansısa bir iş yerində işləsəz və yaxud da təhsil müəssisənizdə bir təqdimat hazırlasaz, orada çalışmalısınız ki, sizin hazırladığınız təqdimatınız belə deyək, göz yormasın, yəni dinləyicilərin diqqətinə səbəb olsun, sizin slaytınıza maraqla baxsınlar. Bunun üçün də yadınızda saxlayın ki, məlumatları daha çox vizual şəkildə təqdim edin, yazılardan çox istifadə etməyin. Məsələn, yazıları fiqurların içərisinə salın və yaxud da yazıları şəkillərlə izah etməyə çalışın ki, bu sizin təqdimatınızı daha xoş görünüşlü etsin. Belə. Burada bir də, məsələn, dizayndan əlavə, dizayn burdadır. Dizayn verə bilərsiniz bütün, slaytlara. Baxın, belə dizaynlar verə bilərsiniz. Bu dizaynların da birini verəndə avtomatik bütün hamısına tətbiq olunur. Hamısına tətbiq olunur. Amma siz istəsəz ki, məsələn, ancaq bir vərəqin dizaynını dəyişəsiz, o zaman məsəl üçün bu vərəqdəyəm də, düzdürmü? 6-cı vərəqdəyəm. Dayanıram burada. Məsələn, dayanıram istədiyim dizaynın üstünə vurmuram. Sağ düyməni vurub. Burada Apply to Select Slide var. Bu nə deməkdir? Yalnız seçilmiş slayt vərəqinin görünüşünün dəyişməsi. Baxın, ancaq bunu dəyişir. Görürsüz, digərləri olduğu dizaynda artıq qalır. İndi mən bunu geri qaytaracağam. Geri qaytarmaq üçün isə Ctrl+Z düyməsindən istifadə edəcəyik. Ctrl+Z-ni vuranda fərqi yoxdur. Yəni istədiyiniz əməliyyatı geri qaytarır. Geri qaytarmaq üçün istifadə olunur. Belə, yəni PowerPoint-in də əsas məqsədi məlumatı vizual formada və daha anlaşılır şəkildə çatdırmaqdır. Burada transition da var. Transition bilirsiniz nədir? Vərəqlərin gəliş formasıdır. Məsələn, belə deyək, siz bunu tutaq ki, bu formada seçsəz, baxın, vərəqin açılma formasını müəyyənləşdirir. Görürsüz? Vərəqin açılma dizaynıdır. Bir də burada animasiya var. Animasiya isə vərəqin içərisində yerləşən yazıların, şəkillərin, fərqi yoxdur. Yəni vərəqin içində nə varsa onların gəlmə formasıdır. Niyə deaktivdir? Çünki siz yazını seçməmisiniz və yaxud da şəkli seçməmisiniz. Əgər məsələn yazını seçsəz, görürsüz aktivləşir. Gəlib burdan hər hansısa birini seçsəz, həmin bunu dəyişdirə bilərsiniz. Məsələn, baxın, buna vuranda görürsüz, forması dəyişir, özünün də gəlmə tərzi dəyişir. Bu belə. PowerPoint haqqında bu qədər. Bir də var burada məsələn Excel proqramı. Excel proqramı haqqında sizə nə danışa bilərəm? Excel proqramı bildiyimiz kimi proqramların içərisində sizin üçün ən vacib, ən önəmli proqramlardan biridir. Excel proqramı bugün məsəl üçün ofis proqramları olsun, analitika sahəsi olsun, fərqi yoxdur. Hər bir sahədə, yəni proqramlarda demək olar ki, yəni keçirilir və Excel proqramı çox dərin bir proqramdır. Ümumiyyətlə, Excel nə üçün sizə vacibdir? İş həyatında məlumatları siz düzgün, səliqəli şəkildə saxlayırsınız, hesablamaları avtomatik şəkildə yerinə yetirirsiniz, sonra cədvəllərlə rahat işləyirsiniz, qrafiklər, diaqramlar yarada bilərsiniz. Yəni məlumatları qrafik, diaqram şəklində də belə deyək, göstərib onlar üzərində işləyə bilərsiniz. Sonra filtrləmə əməliyyatı, siyahıların tez-bazar, asan şəkildə tapılması, çıxarılması, məlumatların düzgün işlənilməsi, hər şey üçün Excel proqramı bu gün vacibdir və belə deyim, hal-hazırda bütün iş sahələrində demək olar ki, bütün şirkətlərdə Excel proqramı istifadə olunur zaten. Excel proqramı, yəni Excel proqramı olmadan iş həyatını təsəvvür etmək təbii ki də mümkün deyil. Excel proqramında bir də mən sizə göstərəcəm. Orada əsas funksiyalar var. Ümumiyyətlə Excel proqramında 300-dən çox funksiya var, amma bizi ən çox bizim istifadə etdiklərimiz hardasa bir belə deyim də, məsələn, mən də öz belə deyək, təlimlərimdə tələbələrimə 60-70 arası funksiya keçirmirəm. Maksimum, yəni 50-yə yaxın funksiya sizə çox lazımdır. Məsələn, baxın, sumdur, average'dir, countdur, VLOOKUP'dur, if'dir və bunlar da iş müsahibələrində mütləq ki, sizdən soruşulacaq. Yəni istər test şəklində olsun, istərsə də praktiki şəkildə sizdən soruşulur. Məsələn, if nədir? Ola bilər ki, sizdən sum məsələn cəmləmə əməliyyatıdır. İndi göstərəcəm.
Ola bilər sizdən elə iş yerləri var ki, test şəklində soruşsun. Siz orada fikrinizi, məsələn, kağızda yazıb izah eləyəsiniz. Elə iş yerləri var, şifahi şəkildə soruşur. SAM nədir? Eləsi də var ki, praktiki şəkildə kompüterin üzərində sizdən soruşur. Siz bunu öyrənəndə elə öyrənməlisiniz ki, ümumiyyətlə ofis proqramlarının hər birinə aiddir. Əsasən də Excel-ə. Elə öyrənməlisiniz ki, həm sizdən, şifahi şəkildə, həm test formasında, həm də praktiki formada soruşulanda siz hər bir halda ona cavab verə biləsiniz. Filtrləmə var, burada da conditional format var, sonra qrafiklər, iş həyatında daha çox istifadə olunur. Bir də pivot table var. Pivot table artıq, belə deyim, siz müəyyən funksiyaları bilməlisiniz ki, onu istifadə edə biləsiniz. Pivot table böyük məlumatların təhlil olunmasıdır. Yəni yekun hesabatlar çıxartmaq üçün istifadə olunur və biz onun vasitəsilə ona bağlı qrafikləri yaradıb, eyni zamanda onları əlaqəli şəkildə düzəldə bilərik. Mən sizə Excel proqramında bir neçə şey demək istəyirəm. Məsələn, baxın, Excel proqramında belə bir cədvəlimiz var. Ümumiyyətlə, Excel bildik, hesablamaların yerinə yetirilməsi, avtomatlaşdırılması üçündür. Excel-ə daxil olduqdan sonra, məsələn, baxın, bunlar səhifələrdir. Bunlar səhifələrdir. Hər səhifədə bir məlumat qoymuşuq. Bunlar sətirlərdir. Sətirlərdir. Bunlar da sütunlardır. İndi bizim hal-hazırda, bilmək istəyirik ki, neçə işçimiz var bu cədvəldə. Məsələn, bu cədvəl indi bizdə belə getmək istəmirik də. Məsələn, baxın, burdan bir var, belə tutub sürüşdürüb gedəsən. Bir də var ki, bunun daha rahat yolu, neçə işçi var, neçə sətr var bu cədvəldə bilmək istəyirsinizsə, neynirsiz? Baxın, hər hansısa bir sütunun üzərinə bir dəfə vurursuz, fərqi yoxdur, A, B, C, hansı olur olsun. Kontrol düyməsini basılı tutursunuz. Gəl mən sizə burdan bir klaviatura açım. Məsələn, klaviatura açmaq necə olur? Gəlirsiniz burada kompüterdə axtarış yerinə. Burada yazırsınız, məsələn, on screen keyboard. Təbii ki də o sizin kompüterinizin dilindən asılıdır. Dilinə uyğun olaraq yazmalısınız. Ekran klaviaturası deməkdir. Mən sizə burada klaviatura düymələrini göstərəcəm indi. Məsələn, baxın, burdan. Baxın, kontrol, aşağı ox var, ox düyməsi. Gəlirsiniz sütunu seçdiniz, kontrol, aşağı oxu vurursunuz, ən sonuncu sətrə gedir. Baxın, ən sonuncu sətrimiz neçədir? 64. 64-dür, düzdür. Təzədən yuxarı qalxıram, kontrol, bax yuxarı ox, kontrol, yuxarı oxu vururam, ən birinci sətrə qayıtdım. İndi sizə bir söz deyim mən. Baxın, 64 sətriniz var, amma 64 işçiniz yoxdur. Çünki bu birinci sətir gördüyünüz kimi işçi adı falan deyil. Bu sadəcə belə deyək də kateqoriyaya görə ayrılmadı. Sizin 63 işçiniz var. Bu hal-hazırda da belə deyim. İkinci sətirdən başlayır. İndi bizə nə lazımdır? Bizə lazımdır ki, gələk burada işçilərin içərisindən ən böyük yaşlı işçimizi tapaq. Məsələn, ən böyük yaşlı işçinin neçə yaşı var? Və yaxud da ən kiçik yaşlı işçinin neçə yaşı var? Və yaxud belə bir şey ola bilər, maaşların içərisinə ən böyük maaş, ən kiçik maaş. Bunun üçün siz istifadə edirsiniz nə? Max funksiyası var. Yəni bildiyimiz kimi gündəlik həyatda da istifadə edirik bu sözün. Maksimum var, minimum var. Maksimum bilirsiniz ən böyükdür, minimum ən kiçik deməkdir. Baxın, siz Excel-də bir funksiya yazanda həmişə bərabərdir işarəsini qoymalısınız. Bərabərdir qoymasanız heç vaxt siz funksiya yaza bilməzsiniz. Və yaxud da hesablama yerinə yetirə bilməzsiniz Excel-də. Bərabərdir yazdınız. Bax, funksiyanın adı nədir? Max-dır. M hərfini yazan kimi M-lə başlayan funksiyalar açılır cədvəldə. Daha doğrusu Excel-də. Sizə lazımdır max. Bir dənə max yazırsınız. Sonra bu funksiyanın adı gələndən sonra bunun üstünə 2 dəfə vura bilərsiniz. Və yaxud da belə deyim, klaviaturada baxın, yenə göstərim sizə. Burada baxın, tab düyməsi var, görürsünüz. Tab düyməsində vuranda aktivləşir. Mən daha çox, məsələn, gündəlik olaraq tabı istifadə edirəm. Sizə də onu tövsiyə edirəm. Tabı vurursunuz, həmin funksiya aktivləşdir. Gəlib deyir ki, baxın, içində seçimlər yazılır. Niyə number 1 yazılıb? Yəni, sən təbii ki, burada rəqəmləri seçməlisən. Sözlərin maksimumunu seçmək olmur. Gəlirəm, mən nə edirəm? Baxın, mənə nə lazımdır? Ən böyük yaşlı işçi, düzdürmü? Ən böyük yaşlı işçi lazımdırsa mən nə etməliyəm? Deməli, hansı sütun ötürməliyəm? Yaş sütununu ötürürəm. Yaş sütununu ötürəndən sonra baxın, YY yazılır. Y2.Y o deməkdir ki, yəni Y sütununda olan aralıq seçiləcək. Enter düyməsini vurursunuz. Baxın, göstərir 52. Deyir ki, sənin ən böyük yaşlı işçin 52 yaşındadır.
İndi sizdən tərsinə soruşur. Ən kiçik yaşlı işçi neçə yaşındadır? Bərabərdir 1000 yazırsınız. 1000 də minimum deməkdir. Sonra tab düyməsini vurursunuz. Vurduqdan sonra yenə yaş sütununu seçirəm və enter düyməsini vururam. Deyir ki, ən kiçik yaşlı işçiniz də 23 yaşındadır. İndi belə bir şey soruşa bilərlər sizdən. Məsələn, deyirlər ki, burada bütün maaşların cəmi, yəni məsələn 63 idi də, hə, 63 işçimiz var. Həmin işçilərin hamısının ümumi maaşlarının cəmi nə qədər eləyir? Siz bərabərdir nə yazırsınız? Sum. Baxın, sum yazılır. Məsələn, gündəlik həyatda da istifadə edirik. Summasını bir şeyin çıxartmaq, istifadə etmək. Bu sum funksiyasıdır. Sum yazdınız. Yazandan sonra deyir ki, nəyi cəmləmək istəyirsiniz? Nəyi cəmləmək istəyirik biz? Maaş sütununu. Gəlirik buradan bir dənə maaş sütununu seçirik və enter düyməsinə vuranda bu sənə ümumi, belə deyim, 63 işçinin maaşlarının cəmini verir. İndi mən bir şey demək istəyirəm burada. Deməli, fikir verirsinizsə, burada məsələn rəqəm alındı, amma bu rəqəmin alınması bəzi vaxtlarda belə deyək, oxunaqlı olmur. Necə oxunaqlı olmur? Əksəriyyət insanlar var ki, məsələn görürsən və yaxud da iş yerlərində elə tələb eləyirlər ki, məsələn ya rəqəmi oxuya bilmir, ya da ki, rəqəmi oxumaq vaxt aparır da, düzdürmü? Ona görə də siz həmişə rəqəmlərinizi, böyük tipli rəqəmlərinizi minliklərə ayırmalısınız. Bunu oxunaqlı hala gətirmək üçün, yəni minliklərə ayırmaq üçün də neynirlər? Xananı seçirsiniz və burada baxın vergül işarəsi var, görürsüz? Home menyusunda, burada məsələn number menyusu var, bunun altında. Baxın, burada vergül işarəsinə vuranda bu sizin ədədinizi minliklərə ayırır. Bu 2 dənə sıfır sizə lazım deyil. Bunu da silmək üçün. Burada baxın, sıfırların sayını azaltmaq var, görürsüz? Buradan sıfırların sayını azalda bilərsiniz və yaxud da buradan sıfırların sayını artıra bilərsiniz. Buradan da sayın, belə deyim, artırıb azalmasını təyin edirsiniz. 106.551 manat sizin, belə deyək, işçilərinizin maaşıdır. Yaxşı, mən necə eləyim ki, bura manat işarəsi qoyum? Bura manat işarəsi qoymaq üçün yenə xananı seçirsiniz. Burada baxın, belə dollar işarəsi var. Nəyə görə dollar işarəsi var bilirsiniz? Çünki bizim proqramımızın dili hal-hazırda ingilis dilindədir. Ona görə də burada valyuta tipi həmişə ingilis, belə deyək də, dollar olur. Gəlirsiniz burada more var. Görürsüz, burada belə deyək, dollar işarəsinin yanında ox işarəsi var. Həmin ox işarəsinə vurursunuz. Burada more sözü var. More'u seçirsiniz. More'u seçəndən sonra sizə belə bir menyu gəlir. Burada simvol sözündə seçib, bunu eləyirsiniz. Baxın, Azərbaycan latın da eləyə bilərsiniz. Kirillə fərqi yoxdur, eyni şeydir. Latını seçirəm, gəlirəm buradan OK düyməsini vururam. Baxın, manat işarəsini qoyur. İndi burada sıfırın əslində mənası var. Bilirsiniz sıfır nə deməkdir? Yəni o qəpik mənasında işlənilir. Sadəcə bizim hal-hazırda burada qəpiyimiz olmadığına görə biz bunu silirik buradan. 106.551 manat. Məsələn, burada manat işarəsini qoyduq. Sonra bu belə. İndi mən sizə nə haqqında danışmaq istəyirəm? Sizə iş həyatında, yəni müsahibələrdə ən çox veriləcək olan suallardan biri də budur ki, və yaxud da belə deyək də, yəni siyahıların çıxardılması sizə çox lazımdır. Nədir o? Məsələn, filtrləmə. Filtrləmə nə işə yarayır? Böyük tipli cədvəllərdə istənilən məlumatı ekrana gətirir. Bunu biz necə edə bilərik? Məsələn, baxın, sizə lazımdır burada vəzifəsi müdir olan işçilərin adları, soyadları. Siz bunu bir var, bir belə axtarasınız. Bu göz yorur. Bir də var bunun daha rahat yolu. Nədir? Baxın, cədvəlin birinci sətri var. Bu sətri seçirsiniz. Sonra burada home menyusunda görürsüz sort filter var. Sort filteri seçirsiniz və buradan filter sözünün üzərinə vurursunuz. Baxın, cədvələ filtr verilir. Filtr də bildiyimiz kimi, yəni süzmək, məlumatları süzmək, yəni məlumatların çeşidlənməsi, ekrana gətirilməsi, asanlaşması, bax budur. Filtrləmə işarəsini verdiniz. Verdikdən sonra, baxın, filtrləmənin əslində mövzusu çox dərindir, çoxdur. Sadəcə mən sizə hal-hazırda qısaca olaraq sözlərə uyğun filtrləmədən danışacağam. Məsələn, deyək ki, bizə lazımdır müdir vəzifəsinin ekrana gəlməsi. Yəni kimlər müdürdür, onlar gəlsin ekrana. Gəlib nə edirəm? Baxın, müdir hardadır? Vəzifə sütunundadır, düzdür? Gəlirsiniz, filtrləmə işarəsini vermisinizsə, vəzifə sütununda olan filtrləmə işarəsinə vurursunuz.
Vurandan sonra burada yazılır. Məsələn, baxın select all. Select all nə deməkdir? Hamısını seçmək. Sizə hamısı lazım deyil. Siz ona görə bunu neyləməlisiniz? Deaktiv eləməlisiniz. Deaktiv eləyirsiniz və burada sizə nə lazımdır? Müdür lazımdır. Ona görə siz gəlirsiniz burdan sadəcə və sadəcə sizə lazım olan sözün üzərinə vurursunuz. Bu da müdür sözdür. Müdür sözünü seçirəm və OK düyməsinə vururam. Baxın, ancaq sizə müdür vəzifəsində olan işçilərin adlarını və soyadlarını neyləyir? Çıxardır. Həmçinin də onların qabağında maaşı yazılır, yaşları yazılır, hamısı. Yəni sizin işiniz nə oldu? Avtomatik şəkildə avtomatlaşdırıldı. Yəni bu sizin iş həyatınızda çox önəmlidir. Siz ola bilər ki, məsələn, belə deyim, bir funksiyanı bilməyə bilərsiniz, hər hansısa bir şeyi bilməyə bilərsiniz, amma Excel-də filtrləməni bilməsəz, o deməkdir ki, siz Excel-i ümumiyyətlə bilmirsiniz və Excel-i hər hansısa bir yerdə öyrənmisinizsə, yaxşı öyrənməmisiniz. Ona görə də filtrləmə bu gün sizin iş həyatınızda çox vacibdir. Çünki bizdə iş həyatında bilirsiniz, yəni böyük cədvəllər olur, balaca cədvəllər əslində heç demək olar ki, olmur. Böyük datalarla işləyirlər orda işçilər və orada da sizə lazım olur məlumatları tez bazar tapmaq. Siz ona görə gəlib filtrləmədən mütləq şəkildə bilib onu istifadə etməyi bacarmalısınız, bilməlisiniz. İndi siz müdirləri tapdınız. Tapandan sonra siz cədvəldə baxın, hansı sətirlər oldusa onu gətirdiniz ekrana, düzdür? Digər sətirlər gizləndi, yoxdur, gizlədilib. Siz indi necə eləyərsiniz ki, məsələn, deyək ki, cədvəli əvvəlki formasına geri qaytarasınız. Bunun üçün gəlirsiniz filtrləmə işarəsinə vurursunuz. Burada clear filter from vəzifə var. Clear filter from vəzifəni vuranda, yəni o deməkdir ki, filtrləməni sil, təmizlə, cədvəli əvvəlki formasına qaytar. Və cədvəl nə olur? Təzədən əvvəlki formasına geri qaytarılır. Və yaxud da belə bir şey ola bilər. Məsələn, soyad üstünündə gəl mənə deyəcəklər sizə Vəliyev soyadını tap. Siz gəlirsiniz soyad sütununa. Baxın, burada soyad sütununda soyadlar görürsünüz indi çoxdur. Bayaq bizdə vəzifələr az idi da. Burada soyadlar çoxdur. Çoxdursa siz belə axtarmırsınız. Search hissəsində bir dənə yazırsınız. Nə lazımdır bizə? Məsələn, deyək ki, bizə lazımdır Vəliyev. Bir dənə burada yazanda görürsünüz gəlir. İndi Vəliyev məsəl üçün azdır. Ola bilər ki, belə deyək də, burada məsələn sizin üçün ola bilərdi, tutaq ki, Muradova. Məsələn, görürsüz, Muradov da var, Muradova da var. Muradova sizə lazımdırsa, siz bunu gəlib burdan deaktiv edirsiniz. Nə lazımdır? Muradova. Bunu vurursunuz, OK düyməsini vurursunuz, bir nəfərdir. Və yaxud da bayaq bizim dediyimiz Vəliyev də eyni qaydadadır. Yəni deməyim odur ki, burada məsələn az idi gördüyünüz kimi. Burdan avtomatik seçib təyin eləmək olur, amma məsələn belə uzun kriteriyalar olanda siz gərək ki, onu gəlib orada 2 saat axtarmayasınız. Gəlib burada search-də avtomatik yazıb rahat şəkildə tapasınız. Bu da belə. Bir də iş müsahibələrində filtrləməklə bağlı bir şey də soruşulur. O nədir? Deyirlər ki, məsəl üçün addı, soyadı düzdür? Məlumatları A-dan Z-yə düz. Məsələn, ad sütununu A-dan Z-yə düz. Siz onda neynirsiz? Ad sütununa gəlirsiniz. Baxın, burada var sort A to Z. Yəni A-dan Z-yə sırala. Birinci A ilə başlayan adlar gəlsin, sonra B, C-dir, belə Z-yə qədər getsin. Bir də var tərsinə, Z-dən A-ya. Siz gəlirsiniz burada sort A to Z-i bir dənə tez vurursunuz. Baxın, A-dan Z-yə qədər bütün daha doğrusu adlar hamısı nə olur? Sıralanır. Bu da belə. İndi, dərslə bağlı nəsə bir suallarınız varmı? Əslində mənim qeydim düzdür, çoxdur. Sadəcə bizdə seminar olduğu üçün biz, sizə qısa konkret şəkildə, mövzulardan izah verdik və ümumi şəkildə, sizə iş həyatında nə lazımdır, nəyi bilməyiniz lazımdır, onlar haqqında məlumat verdik. Nəsə bir sualınız varsa yoldaşlar, burada chat hissəsində yazın. Mən sizin suallarınızı cavablayım və yaxud da başa düşmədiyiniz bir hissə varsa. Qeyd apara bilmədinizsə problem deyil, narahat olmayın. Onsuz da video rekord olunur, sizə video izah göndəriləcək, oradan baxarsınız, problem yoxdur. Çox sağ olun. Başqa qeydi olan varmı? Aha, bəli. Bəli, kurs keçirik. Ofis proqramlarına aid kursumuz var. Aha, buyurun, siz sualınızı verə bilərsiniz.
Belə deyim, sizdə hal-hazırda belə bir şey var ki, məsələn, kurslar əslində çoxdur. Görürsən ki, məsələn, 3 aylıq kurslar var, 6 aylıq kurslar var, nə bilim 2 aylıq var, 1 aylıq var. Amma mən sizə tövsiyə eləyərəm ki, yəni 2 aylıq proqram sizə, yəni kifayət edir hər bir tələbəyə. Mən özüm də hal-hazırda 2 aylıq proqram tədris edirəm. Onlayn da olur, əyani də olur və belə deyim, ümumiyyətlə, kursa qoşulmaq sizin özünüzdən asılıdır. Yəni tələbə var ki, məsəl üçün belə deyək də, dərsi əzbər şəkildə öyrənir. Tələbə var ki, həm praktiki şəkildə, həm məsələn, misallarla, izahlarla. Ona görə də çalışın ki, hər hansısa bir kursa qoşulanda dərsləri, daha yaxşı şəkildə sıfırdan öyrənəsiz. Yəni təbii ki, kurslar çoxdur, amma belə deyim, gərək ki, öyrənəndə yaxşı öyrənmək lazımdır, yaxşı kursa getmək lazımdır. Mühasibatlıq üçün Outlook ümumiyyətlə bilirsiniz necədir? Outlook proqramı hər bir sahə üçün vacibdir. Çünki hal-hazırda bütün şirkət işçilərinin hamısı, fərqi yoxdur hansı vəzifədə işləyir, demək olar ki, hamısı, yəni e-mail vasitəsilə, korporativ e-maillər göndərməlidir, orda məsələn iştirak etməlidir. Ona görə də Outlook proqramını hər kəsin bilməyi vacibdir. Cədvəldə tutaq ki, 50 yaşdan yuxarı işçilərin siyahısı lazımdırsa, bəli, olur kursumuz əyani şəkildə. Belə deyim, baxın, məsələn, burada belə bir şey var. Siz 50 yaşdan yuxarı işçiləri axtarırsınızsa, o biraz uzun dərsdir, amma yenə də sizə soruşduğunuz üçün deyim, yaş sütununa gəlirsiniz, filtrləmə iləndir. Burdan number filtersə vurursunuz. Number filtersdə 50 yaşdan yuxarı istəyirsinizsə, 50-nin özünü istəmirsinizsə, greater than-dir. Yox, əgər greater than or equal to-nu vursanız, həm 50 yaşı, həm də 50 yaşdan özündən yuxarıları tapır. Burada məsələn mən 50-ni istəmirəm, tutaq ki, 50 yaşdan yuxarı istəyirəm greater than. Burada bir dənə yazıram 50 və enter düyməsini vururam. Baxın, 50-dən yuxarı, yaşlı cəmi 2 işçi var. Bu da 52-52 yaşındadır vəssalam. Sonra təzədən burdan clear eləyirik. Baxın, ümumiyyətlə, rəqəmlərə uyğun filtrləmə burada var. Sadəcə bunlar uzun mövzudur deyə mən onlar haqqında burada seminarda indi danışmıram. Bunlar uzundur. Yenə də belə deyim, bunu öyrənə bilərsiniz. Əslində ingilis dilini bilənlər üçün asandır. Bəli, belə deyək də, əgər Excel-də bir sütunda adlar, rəqəmləri dəyişirsinizsə, onun qarşısındakı məlumatlar da ona uyğun şəkildə təbii ki də dəyişməlidir. Belə deyək, bunu siz filtrləməklə etməlisiniz. Ola bilər ki, siz nə ilə etmişdiniz? Bəlkə özünüz manual əllə, daxil etmisinizsə o olmayacaq, amma belə deyim, filtrləmə vasitəsilə edirsinizsə, onlar mütləq ki, yəni dəyişməlidir. Yəni bayaqlar gördünüz, məsələn, mən müdir sözünü burdan filtrlədim. Bütün sütunlar da ona uyğun şəkildə filtrləndi. Məsəl üçün, belə deyək, cədvəli siz burdan gəlirsiniz, tutaq ki, vəzifə sütunu, düzdürmü? Gəlirsiniz select all-dan, tutaq ki, bölmə rəisini seçdiniz, OK düyməsinə vurdunuz. Cədvəl filtrləndi, düzdürmü? Filtrləməni açmaq üçün də burada, təzədən, yəni haranı filtrləmişdiniz vəzifə sütununu? Görürsüz, bunun işarəsi fərqli olur. İşarəyə vurursunuz, clear filtering from vəzifə. Buna vurursunuz ki, yəni təmizlə. Vurursunuz, təmizlənir və yaxud da əslində bir yol da var. Ctrl Z düyməsi vasitəsilə də edə bilərsiniz. Buyurun, siz sağ olun. Başqa sualı olan varmı? Ümumiyyətlə, belə deyim, yoldaşlar, hal-hazırda belədir ki, siz mütləq şəkildə, yəni ofis proqramlarını bilməlisiniz. İndi ola bilər içinizdə bilənlər də var, bilməyənlər də var, amma ofis proqramları əslində kurslar içərisində həm asan bir, kursdur, həm də ki, çox vacib bilməli olduğunuz kursdur. Və belə bir şey var, siz gələcəkdə məsələn bir proqramlaşdırma öyrənmək istəyirsiniz və yaxud da məsələn, atıram, tutaq ki, data analitika öyrənmək istəyirsinizsə, data analitikada və yaxud da nə bilim Excel-dən beynəlxalq, sertifikat almaq istəyirsinizsə, siz Excel-ə orda sıfırdan məsələn götürmürlər, sıfırdan gedə bilməzsiniz. Mütləq ki, siz orda ofis proqramlarını bilib,
belə deyim də, Excel-i sıfırdan bilib, ondan sonra həmin proqramlarda öyrənməlisiniz. Ona görə də, yəni günümüzdə, hal-hazırda mütləq şəkildə, digər proqramları da gələcəkdə öyrənmək fikriniz varsa, işinizlə bağlı falan filan, ofis proqramları sizdə birinci mərhələdə olsun. Birinci ofis proqramlarını həmişə öyrənin. Ondan sonra, davam etmək istədiyiniz proqramlardır, nəm analitikadır, nəm başqa bir şeydir, mühasibatlıqdır falan. Adi mühasibatlıq proqramının özü də bildiyimiz kimi hal-hazırda yəni Excel-i bilməlisiniz ki, onu da biləsiniz. Çox, ııı, belə deyim də, vacibdir. Sertifikat almaq istəsəz onu hardan götürəcəyik? Ona zəhmət olmasa kursun özü ilə danışarsınız. Kurs özü sizə məlumat verəcək. Bəli, mənim Instagram səhifəm var. Sonra ofis proqramlarını öyrənib ofis proqramlarını öyrənib siz, harda işə başlaya bilərsiniz? Belə deyim, əslində işlər müxtəlifdir bildiyimiz kimi hal-hazırda. Məsələn, qeydiyyatçı işləri var, tutaq ki, yəni işlər çoxdur. Siz hər bir işdə işləyə bilərsiniz. Sadəcə biraz təkmil səviyyədə bilməlisiniz. Yəni şirkətlərdə siz işə qəbul olunmaq istəyirsinizsə, yəni ofis proqramları olmalıdır, amma təkcə ofis proqramlarının olması sizə kifayət etmir. Hansı sahələrdə kifayət edir? Təbii ki də, məsələn, qeydiyyatçı işləridir, və başqa cür işlərdə, məsələn, kadrlar uçotundadır. Yəni belə işlər hə, amma belə deyim, yüksək, vəzifələrdə vəzifənizin artmasını falan istəsəz, o zaman gərək ki, həm ofis proqramlarını biləsiniz, o birinci öncəliyiniz olmalıdır. Ondan sonra da mütləq ki, siz, digər proqramları öyrənməlisiniz. Çünki bildiyimiz kimi hal-hazırda şirkətlər biraz, yüksək səviyyəli proqramları bilənləri, yəni önə çəkir. Ona görə də, yəni hamısını öyrənməlisiniz. Ofis proqramlarını da öyrənib, amma dediyim kimi, yəni müvəqqəti şəkildə həmin işlərdə işləmək olar. Zaten yəni yaxşı biləndən sonra hər yerdə iş olur. Excel-də Power Query nədir? Excel-də Power Query odur ki, siz, məlumatları Power Query vasitəsilə, yəni tikli məlumatları təmizləyə bilərsiniz, cədvəllərdə düzəlişlər apara bilərsiniz. Belə deyim, tikli datanızı təmizləyə bilərsiniz. Ondan sonra həmin o Power Query-də hazırladığınız cədvəlləri, merge, append eləyə bilərsiniz və belə deyim, onu həmçinin vizuallaşdırmaq üçün Power BI proqramına da atmaq olur. Power Pivot-la Power Query arasında olan fərqlər odur ki, Power Query-də append, merge, yəni birləşdirmə əməliyyatı var, amma Power Pivot arasında, daha doğrusu Power Pivot-da yoxdur, və belə deyim, Power Pivot-da əsasən, data analitik, belə deyək, DAX formulları daha çox istifadə olunur, ordan measure'lar yazmaq olur, yəni belə. Belə deyək, əslində hansını öyrənmək daha vacibdir? Excel proqramında data analitika, kurslarında Excel proqramını tədris edən zaman Excel-də sizə həm Power Query-ni, həm də Power Pivot-u öyrədirlər. Zaten Excel-in daxilindədir hər ikisi. Yəni Power Pivot, Power, Query də hər ikisi onun içərisindədir və mütləq ki, sizə hər ikisini də təbii ki, öyrədirlər və hər ikisini də bilməyiniz vacibdir. Başqa sualı olan varmı? Ofis proqramlarını öyrənərkən başlanğıc üçün ən doğru strategiya nədir? Belə deyim, ofis proqramlarını öyrənəndə, təbii ki də ofis proqramlarından düzgün şəkildə istifadə etmək ən böyük, yəni önəmli işlərdən biridir. Birinci növbədə siz ofis proqramlarını öyrənəndə, belə deyək, ümumiyyətlə hər birini öyrənməlisiniz. Məsələn, bunların içərisində təbii ki, məsələn, elə kurslar var, mənasız ofis proqramları da tədris eləyir. Məsələn, OneNote-dur falan filan. Siz, sizin üçün lazım olan əsasən məsələn, biz öz kursumuzda da keçirik. Tutaq ki, Windows əməliyyat sistemidir. Siz bununla başlamalısınız. Birinci kompüterin dərinliklərini bilməlisiniz, kompüterdə işləmə qaydasını. Ondan sonra ofis proqramlarına keçməlisiniz. Hansı ki, məsələn, biz kursumuzda birinci Word, sonra nə deyək ki, PowerPoint, ən axırda mən Excel keçirəm və siz onları öyrənən zaman da, ən doğru başlanğıc olaraq, birinci növbədə proqramlarla daha çox praktiki şəkildə işləməlisiniz. Proqramları daha yaxşı şəkildə öyrənməlisiniz, dərinləməsinə qədər öyrənməlisiniz. Ondan sonra da, belə deyim,
Artıq məsələn CV-nizdə rahatlıqla qeyd etməlisiniz. Bir də məsələn elə yoldaşlar var ki, mən bunu da qeyd eləyim, CV-sində məsələn hər hansısa bir proqramı bilmədiyi halda da CV-sinə onu qeyd eləyir. Siz əgər həmin proqramı bilmirsinizsə, heç vaxt o məsəl üçün onu CV-nizə qeyd etməyin. Çünki sabah bir gün müsahibəyə hər hansısa bir məsələn şirkət səni çağırdı. Sən orada onları bilmədən yazmısansa, sadəcə görünüş üçün yazmısansa, sənə ondan sual verəndə sən onların üzünə baxıb qalırsan. Ona görə də ən azından dediyim kimi, yəni iş müsahibələrində belə şeylərlə çalışın ki, düzgün şəkildə işləyəsiniz. CV-nizə əgər bilirsinizsə bir proqramı yazın, bilmədiyiniz halda çalışın ki, o proqramın adını qeyd etməyin. Məsələn, mən, görmüşəm, bəzi hallarda görürsən elə yoldaşlar var ki, ofis proqramlarını bilmədiyi halda yazırlar ki, mən ofis proqramlarını bilirəm. Amma məsələn, çağırırsan işə, müsahibəyə dəvət edirsən, görürsən ki, məsələn, Word-dən sual versən heç nə bilmir, Excel-dən sual versən heç nə bilmir. Ona görə də çalışın ki, belə hallar yaşanmasın deyə proqramları yaxşı öyrəndikdən sonra bildiyiniz proqramları CV-nizə daxil eləyin, bilmədiklərinizi daxil etməyin. Başqa sualı olan varmı? Excel-də tez-tez edilən səhvlər, təbii ki də funksiyanın adının səhv yazılması, sonra məsəl üçün belə deyək, funksiyalardan düzgün şəkildə istifadə etməməkdir, və yaxud da belə deyək, verilən tapşırıqların sadəcə əzbərçiliklə yerinə yetirilməsidir. Məsələn, biz praktikada çox görürük, bəzi tələbələr var ki, funksiyanı öyrənir. Məsələn, deyək ki, təhsili magistr olanların maaşlarının cəmini tapın. Məsələn, buna tutaq ki, müsahibədə, soruşanda ki, məsələn, vəzifəsi müdiri olanların maaşlarının cəmi, tələbə bunu əzbərləyib deyə elə bilir ki, ancaq magistr olanları, tapa bilər. Amma, bu, yəni praktikada ən çox edilən səhvlərdəndir. Ona görə də çalışmaq lazımdır ki, funksiyanı əzbər şəkildə yox, düzgün şəkildə, praktiki şəkildə mənasını başa düşüb öyrənəsiniz və ən çox edilən səhvlər də bunlardır. Funksiyaların adını və yaxud da elə tələbələr var, məsələn, tələbələr deməyim, yəni iştirakçılar var, səhv yazırlar. Funksiyaların adını düzgün şəkildə yazmalısınız. Funksiyalarda hesablamanı düzgün şəkildə yerinə yetirməlisiniz. Ondan sonra, yəni gizli səhvlər başqa nə ola bilər? Başqa, yəni çox şeylər var təbii ki. İndi mən sizə qısaca olaraq məlumat verdim. Bircə dəqiqə. Bu üçündən başqa iş sahəsində hansı proqramlar istifadə olunur? Bilirsiniz necədir? O sizin baxır, məsəl üçün belə deyək də, işləmək istədiyiniz sahəyə, tutaq ki, məsələn, siz, tutaq ki deyirəm, kiber təhlükəsizlik sahəsində işləyəcəksinizsə, təbii ki də həm ofis proqramlarını bilmək lazımdır, həm də kiber təhlükəsizlik proqramlarını gedib həmin kursun, yəni gedib onları bilmək lazımdır. Bu sizin sahənizdən asılıdır. Məsələn, siz məqsədiniz nədir? Tutaq ki, deyək ki, gələcəkdə siz data analitika olmaq istəyirsinizsə, məsəl üçün deyirəm, siz ofis proqramları kursunu birinci bitirməlisiniz. Ondan sonra data analitika kursuna yazılmalısınız, layihələrdə iştirak etməlisiniz ki, məsələn, həmin proqramları biləsiniz və iş sahəsində işləyəsiniz. Yəni siz, belə deyim, yəni qısaca olaraq bunu qeyd edeyim ki, hansı sahəyə məqsədiniz haradırsa, hansı sahəyədirsə, o sahə ilə bağlı olan proqramları bilməyiniz daha üstünlükdür. Amma ofis proqramları artıq ümumidir. Yəni hər sahə üçün ofis proqramları çox önəmlidir. Əsasən də Excel proqramını bilmək lazımdır. Eee, məsəl üçün belə deyək, müsahibə zamanı Word-dən əsasən hansı suallar verilə bilər? Tutaq ki, şriftin formasını dəyişdirməklə bağlı verilə bilər. Məsəl üçün baxın, bircə dəqiqə mən Word proqramına daxil olum. Məsələn, dediyim kimi, bayaqları yadınızdadırsa dedik, bu Ctrl+C nədir, V nədir, A nədir? Sizə qısa yolları soruşa bilərlər. Sonra məsələn, burada ən çox deyə bilərlər istifadə olunan şrif hansıdır? Siz burada həmin suala cavab verirsiniz ki, Times New Roman, yəni hal-hazırda dövlət sənədlərində falan hamısında bu şriftdən istifadə olunur. Şriftin ölçüsü ən çox neçə olmalıdır? Şriftin ölçüsü ən çox məsəl üçün 12, 11 bunlar istifadə edilir.
Sonra sizə deyə bilərlər, məsələn, find nədir, replace nədir? Find tapmaq, replace əvəz etmək. Sonra çap haqqında sual verə bilərlər. Məsələn, burada print var, Ctrl P düyməsi. Bu indi uzun bir dərsdir. Bu haqqda suallar verə bilərlər sizə. Sonra sənədi save etmək, yaddaşda saxlamaq necə olur? Belə deyim, Ctrl S və yaxud da sizin bildiyiniz, məsələn, X-i vuranda burada save sözü gəlir. Bu Ctrl S-in qısa variantıdır. Ctrl S-i vurursunuz. Burada faylın adı yazılır. Faylı hansı adı vermək istəyirsiniz? Məsələn, Azərbaycan adını, həmin faylın adını seçirsiniz. Ondan sonra məsəl üçün burada sizdən soruşur ki, harda yaddaşda saxlamaq istəyirsiniz? Məsələn, baxın kompüterin ekranına desktop deyirlər. Siz məsələn seçirsiniz desktop. Sonra buradan bir dənə save düyməsinə vurursunuz, olur save. Məsələn, o da gəlir ekranda yaddaşda saxlanılır. Məsələn, baxın, deyək, Azərbaycan adı ilə yaddaşda saxlanıldı. Bunu sual verə bilərlər. Yəni, əslində suallar çoxdur. Təbii ki, öyle deyim, biz əsasən təlimlərimizdə onu tələbələrlə müzakirə eləyirik, ümumi bütün suallar haqqında danışırıq. Mən indi sizə qısa konkret dedim. Insert menüsünü məsələn cədvəl qur deyə bilərlər, 5 sətir 10 sütun. Sonra deyə bilərlər, məsələn, cədvələ vərəq artırmaq necə olur? Bu səhifəni artırmaq üçün məsələn, baxın Ctrl Enter düyməsi var. Ctrl Enter. Baxın boş vərəq əlavə eləyir, görürsüz? Bunu sual verə bilərlər. Belə yəni. Sonra məsələn səhifəni nömrələmək. Burada page number var. Page numberdən bottom of page var. Buradan səhifəni məsəl üçün nömrələyə bilərsiniz. Məsələn, baxın 1. Görürsüz? Məsələn, baxın səhifəni nömrələdik. 1, aşağıdakı da 2. 1, 2 səhifəni nömrələyirik. Hə, siz mühasibatlıqla bağlı soruşursunuzsa, mühasibatlıq üçün əsas hansı proqramları bilmək lazımdır deyə soruşursunuz yəqin ki. Mühasibatlıqda əsasən belə deyim, ofis proqramlarından ən çox Excel lazımdır sizə. Yəni bütün ofis proqramlarını bilməlisiniz. Çünki mühasibatlıqda elə olur ki, belə deyək də, orda məsələn bir sənəd göndərirlər, ola bilər siz xarici şirkətlərlə falan da işləyə bilərsiniz. Orda hər hansısa bir sənədi məsəl üçün digər dilə tərcümə eləmək falan, ona görə Word-ü də bilmək lazımdır. Demək olar ki, orada Word-dür, Outlook-da bilməlisiniz, e-maillərin göndərilməsi. Demək olar ki, yəni ofis proqramlarının hamısı. Ondan əlavə də mühasibatlıq üçün mühasibatlıq proqramları var. Bir də 1C var, mühasibatlıq 1C proqramı. Onu da bilməlisiniz. Yəni sizin üçün hal-hazırda ən çox, yəni mühasibatlığa hazırlaşırsınızsa, onlar daha önəmlidir. Bu proqramları öyrəndikdən sonra hansı sektorda iş tapmaq daha rahat olur? Belə deyim, iş tapmaq əslində hal-hazırda çox, çətin məsələlərdən biridir, amma belə deyək, işinin peşəkarı olan şəxslər üçün çətin deyil. Siz artıq müsahibədə özünüzü, belə deyək, öz cavablarınızla göstərmiş olursunuz. Hansı sektorda daha rahat iş tapa bilərsiniz? Ofis proqramlarını bilərək mən bayaq əslində bunun sualının cavabını qeyd etdim. Belə deyək, qeydiyyat işlərində işləyə bilərsiniz. Sonra menecer vəzifəsində işləyə bilərsiniz, kadrlar şöbəsində işləyə bilərsiniz, ofis proqramlarını bilməklə. Şirkətlərdə müxtəlif vəzifələrdə işləyə bilərsiniz. Sadəcə dediyim kimi, yəni təkcə ofis proqramlarını bilmək, əslində kifayət etmir. Ofis proqramları, yəni müasir dövrün tələbidir. Yəni seçim deyil də ki, mən bunu istəsəm öyrənim, istəsəm yox. Tələbdir bu. Artıq siz bunu mütləq şəkildə bilməlisiniz. Ondan sonra da başqa digər, yüksək səviyyəli proqramları bilmək lazımdır. Təbii ki də kim hansı sahədə inkişaf etmək istəyirsə, o proqramları bilməlidir. İngilis dilini bildinizsə, ofis proqramlarını öyrənmək asandır. Belə deyim, heç bir proqramı bilmək üçün ingilis dilini bilməyə əslində ehtiyac yoxdur. Məsələn, düzdür, ehtiyac var, amma məsələn, o baxır sizin təlim almaq prosesinizə. Məsələn, biz də ingilis dilində tədris eləyirik proqramları, amma, belə bir məsələ var ki, mən məsəl üçün hər şeyi izah etdikcə ingilis dilində onların mənasını da izah eləyirəm və ingilis dilində keçirik. Tələbələr üçün çətin olmur. Amma məsəl üçün, hə, elə tələbə var, görürsən ingilis dilini bir tık bilməyəndə nəsə bir çətinlik çəkirsə, o da istər-istəməz, yəni mənim dediklərimdən öyrənir. Sadəcə əsas məsələ bilirsiniz necədir? İngilis dilini bilmək, belə deyək də,
ən azından sizə nə üçün lazımdır proqramlarda başa düşmək üçün. Məsələn, today nədir? Today bugünün tarixini qaytarır. Elə tələbə var, bunu avtomatik bilir, funksiyanı rahat şəkildə yadda saxlayır. Elə tələbə var, bu sözün mənasını bilmir. Həm o sözü öyrənir ingilis dilində, həm o sözün mənasını öyrənir. Baxın, bu cür fərqlər var. Yəni dediyimiz kimi ingilis dilini bilənlər üçün isə daha rahat formada olur bəli öyrənmək. Amma yenə də belə deyim də, yəni öyrənmək istəyən insan proqramı açır, öyrənir. Orda elə tablar var ki, avtomatik şəkildə yəni siz onu göz yaddaşı ilə də yadınızda saxlaya bilirsiniz. Word-də şəkil yerləşdirdik, yazılar, cədvəllər dəyişir. Onun sadə bir yolu var ki, şəkil yerləşdirəndə yazılar da cədvəldə dəyişiklik olmasın. Sualınız, şəkil yerləşdirəndə yazılar, cədvəllər dəyişir. Siz bilirsiniz, şəkli məsələn cədvəlin üstünə falan yerləşdirməyin. Çalışın ki, boş bir yerə yerləşdirib, ondan sonra onun üstünə dəyişiklik yaparsınız. Məsələn, deyək ki, baxın belə bir şey göstərim bir dənə tez. Məsələn, sizin belə bir cədvəliniz var, tutaq ki, düzdürmü? Bircə dəqiqə. Hə. Sizin məsələn belə bir cədvəliniz var. Tutaq ki, siz indi aşağıya bir şəkil əlavə etmək istəyirsiniz. Elə insan var, gəlir burada cədvəl seçili ola-ola insert-ə daxil olub burdan şəkil əlavə eləyir. Hə, onda sizdə ola bilər qarışıqlıq yaransın. Amma belə deyim də, siz məsələn çalışın ki, həmişə burada aşağı hissəyə 2 dəfə vurasınız, ya cədvəlin aşağı hissəsinə, ya da məsəl üçün belə deyək də, boş bir yerə vurub, sən baxın enterlə görürsüz aşağı düşmək olur. Aşağı düşmüşəm, artıq cədvəllə şəkil qarışmayacaq. Gəlirəm burdan məsələn insert-dən picture, burdan this device-ı vururam. Burdan məsələn bir dənə şəkil seçirəm, insert sözünün üstünə vururam. Baxın görürsüz şəkillə məsələn cədvəlin yeri belə deyək qarışmır. Yəni sizin dediyinizi başa düşdüm. Sadəcə olaraq yəni onu çalışın ki, yerinə yetirəndə orda məsələn boş bir yerdə dayanıb həmin işlərinizi yerinə yetirib sonradan onu yanına əlavə eləyəsiniz. Çünki üst-üstə əlavə eləyəndə təbii ki də hamısı bir-birinə qarışır. Siz, nəyə görə qarışdırırsınız? Cədvəl məsələn seçili ola şəkil, seçib məsələn bura yapışdırırsınız, kopyalayırsınız, yazıları o formada kopyalayıb yapışdırırsınız deyə. Ona görə sizdə, belə deyim, dəyişiklik, olur. PowerPoint-də istədiyimiz arxa fonun şəklini necə qoyuruq? Baxın, PowerPoint-də arxa fonun şəkli deyəndə, yəni dizayn mənasında deyirsiz? Dizaynı seçmək. Əgər dizayn seçmək istəyirsinizsə, bu dizayn menyusundan yerinə yetirilir. Baxın, bu hissədən yerinə yetirirsiniz dizaynları. Dizayn menyusuna girib arxa fonun, belə deyim, şəklini dəyişdirirsiniz, fonlarını. Başqa sualı olan varmı? Başqa sualı olan yoxdursa, o zaman orada olan dizaynlar yox, öz yaratdığımız dizaynlar. Öz yaratdığınız dizaynlar. Bircə dəqiqə. Belə deyim də, öz yaratdığımız dizaynlar deyəndə biz onsuz da hal-hazırda belədir ki, PowerPoint-dən daha çox istifadə etmirik. PowerPoint-in yerinə hal-hazırda bəlkə eşitmisiniz, Canva proqramı var. Canva proqramından daha çox istifadə olunur. Çünki orada hazır, slayd formaları olur. Siz istəyirsiniz ki, məsələn, bunun dizaynını, arxa fonunu məsələn başqa bir formada eləyəsiniz. Tutaq ki, belə deyim də, şəkil qoymaq. Şəkil qoymaq arxa fona necə olur? Mən bunun arxa fonunu mütləq şəkildə ağ fonda eləyirəm. Sağ düymə Apple to select slide məsələn seçirəm. Baxın, arxa fon ağ formadadır, düzdürmü? Məsələn, bunu da silirəm. Belə backspace-i vurdum, sildim. Arxa fona məsələn siz özünüz necə şəkil qoya bilərsiniz? Adi qaydada əslində insert-dən picture-sı daxil olub burdan arxa fona yalnız bu cür şəkil qoymaq olar. Məsələn, deyək ki, arxa fona qoydum bu şəkli. Və yaxud da bu Bakı olsun, insert məsələn. Bunu sonra siz məsəl üçün e-mailini bu arxa fonun öz tipində etməlisiniz. Bircə dəqiqə, biraz qarışıq oldu bu. Bir dənə gözləyin, zəhmət olmasa. Hə.
Məsələn, gəlirsiniz bunu arxa fon tipində, yəni ölçüsünü falan düzəldirsiniz belə. Sən burdan belə düzəldə bilərsiniz bunu. İndi o şəkildən asılıdır. Məndə şəkil hal-hazırda buydu deyə mən bundan seçdim. Tutaq ki, sizin arxa fonunuzda bu şəkil var, düzdürmü? Siz məsələn bu şəkli seçəndən sonra burada özünüz arxa fonda belə bir şəkil dizaynı ilə forma yarada bilərsiniz. Və yaxud da bunun üstünə yazını necə əlavə eləyirlər? Tələbələrin ən çox çətinlik çəkdiyi mövzu da budur. Gəlirsiniz yazı buna üstünə əlavə etmək üçün də burada insert menüsündə shape var. Shape-də fiqurlar var. Baxın, görürsüz fiqurların içərisində A işarəsi var. A belə tekst yazmaq üçün. Yəni bunu vurub, məsələn, buradan içinə tekst əlavə edib, bunun içinə də məsələn yazı yaza bilərsiniz. Tutaq ki, Baku belə yazıram. Sonra deyək ki, bunu belə seçirəm, buradan böyüdürəm. Məsəl üçün, baxın belə. Belə bir formada dizayn yarada bilərsiniz. O sizin öz seçiminizdən asılıdır. Dizayn eləyir proqramını öyrənmək üçün kursa yazılmısınız, amma ki, digər proqramları bilmirsiniz. Bu öyrənməyinizdə problem olacaqmı? Dizayn proqramlarında əslində belə deyim, problem olmaz böyük ehtimalla. Dizayn proqramları biraz fərqlidir. Amma hər ehtimala qarşı sizə tövsiyə edərdim ki, Office proqramlarını mütləq ki öyrənəsiz. Yəni ən azından yəni məlumatda olasınız deyə onu bilməyiniz vacibdir. Başqa sualı olan yoxdursa, o zaman seminarımızı yekunlaşdıraq. Buyurun, siz sağ olun. Yəqin ki, sualı olan yoxdur. Hər birinizə seminarımızda iştirak etdiyiniz üçün ilk növbədə təşəkkür edirik. Hər birinizə uğurlar arzulayırıq. İnşallah səsiniz yüksəklərdən gəlsin. Özünüzə yaxşı baxın. İnşallah sertifikat üçün də kursun özünə yazıb müraciət edərsiniz. Bir daha təşəkkür edirəm. Sağ olun. Gecəniz xeyrə qalsın. Buyurun, buyurun. Siz sağ olun. Buyurun, siz sağ olun.